Öğrendiyiniz yeni informasiyaları beynimizdeki köhnə informasiyalarla əlaqələndirmə texnikası. Mən sizə 10 dənə predmet deyəcəm. Əsa, raqatka, əl arabası, stul, əl, pətək, kitab, eynək, körpə uşaq yeni doğulmuş və baraban. Sizdən bunları yadınızda saxlamağınızı istəyirəm və indi mənə bunları deməyinizi istəyirəm. Bir neçə müddətdən sonra təkrar etməyinizi istəyirəm. Əlbəttə ki, hər biri yadınızda qalmayacaq. Ancaq bunları rəqəmlərlə əlaqələndirdikdə yadda daha tez qalır. 1. Əsa. Çünki əsa bir rəqəminə bənzəyir. 2. Raqatka. Raqatkanın 2 qolu var. 3. Əl arabası. Əl arabasının 3 təkəri var. 4. Stul. Stulun 4 ayağı var. 5. Əl. Əldə 5 dənə barmaq var. 6. Pətək. Pətəyin 6 bucağı var. 7. Kitab. Kitab. 7 gözəl kitabı. 8. Eynək. Eynək 8-ə bənzəyir. 9. Körpə uşaq yeni doğulmuş. Qundaqda 9-a bənzəyir. 10. Baraban öz çubuğu ilə birlikdə 10 rəqəminə bənzəyir. Əgər biz bunları belə əlaqələndirsək, yadımızda daha tez qalar. Bu texnikanı həm özünüz üçün, əgər müəllimsinizsə, şagirdləriniz üçün, əgər mütəxəssissinizsə, pasientləriniz üçün istifadə edə bilərsiniz.